Salam, hər vaxtınız xeyir olsun. Bugün coğrafi koordinatlar, paralel və meridianlar üzərində məsafənin hesablanması məsələlərinə baxacağıq. Bir çoxlarınızın bu məsələlərə çətinlik çəkdiyini bilirəm. Ona görə də belə bir video çəkmək qərarına gəldim. Deməli, bu məsafə məsələsinin hesablanmalarında ilk növbədə nəyi yadda saxlamalıyıq? Bunlar baza biliklər hesab olunur. Biz bilirik ki, paralellərin uzunluqları ekvatordan qütblərə doğru qısalır, çünki yer kürə şəklindədir. Paralellər 0-90 dərəcə arasında dəyişir. Ən uzun paralelimiz ekvator xəttidir. Sonra meridianlar. Meridianlar isə uzunluqları eynidir və onların 1 dərəcəlik ölçüsü dəyişmir. Meridianların 1 dərəcəlik ölçüsü 111,1 km bərabərdir. Paralellər isə ekvatorun qütblərə doğru uzunluqları qısaldığı üçün onların 1 dərəcəlik ölçüləri də qısalır. Və bir də bunu yadda saxlayaq ki, əgər məntəqələr eyni yarımkürələrdə olursa, onların dərəcə fərqləri çıxılır. Yox, əgər məntəqələr fərqli yarımkürələrdə olarsa, onlar dərəcələri bir-birindən toplanır. Məsələlərdə indi qarşımıza çıxdıqca onu deyəcəm bir daha. Birinci sualımıza baxaq. Bakıdan deyən kimi ilk növbədə biz Bakı şəhərinin koordinatlarını qeyd edək. Ekvator və qeyd çəkmək lazımdır. Sonra Bakı şəhərinin koordinatlarını qeyd edək. Bakı şəhəri 40 şimal enliyi və 50 şərq uzunluğunda yerləşir. Baxın, burada yerləşir. Deyir ki, Bakıdan 270 dərəcə azimuta, yəni qərbə. Qərbə gedirəm, yəni 40 dərəcəlik paralel boyu gedirəm. 5978 kilometr hərəkət edirəm qərbə doğru. Biz 5978-i bölməliyik 85,4-ə. Niyə 85,4-ə bölürəm? Çünki 40 dərəcəlik paralelin 1 dərəcəlik qövsü 85,4-dür. 5978 85,4-ə bölsəm, onun dərəcəsini tapıram və neçə dərəcə qərbə getdiyini tapmış oluram. 50 dərəcə şərq uzunluğundan 70 dərəcə qərbə doğru getsəm, 0-a qədər 50 dərəcəsi getmiş oluram. 20 dərəcəsini qərb yarımkürəsinə keçirəm və 20 qərb uzunluğu olur. Demək, 40 şimal enliyi, 20 qərb uzunluğu. Cavab B variantı. Paralelimiz isə dəyişmədi. Ancaq paralel boyu hərəkət edir. Növbəti suala baxaq. Eyni meridian üzərində yerləşən A və B məntəqə arasındakı 40 dərəcə fərq var. Eyni meridian deyir, fərqi yoxdur, istənilən bir meridian olsun, çünki meridianların 1 dərəcəlik ölçüləri eynidir. Dərəcə fərqi 40-dır. 1 dərəcəlik meridianın 1 dərəcəlik ölçüsü 111 km bərabərdir. 40 dərəcə nə qədər olar? X kilometr. X isə buradan bərabər 4440 kilometr. Deməli, 40 dərəcəlik fərq 4440 km bərabər imiş. Həqiqi məsafəmiz oldu bizim. Miqyasımız da var. Bir də ki, xəritədəki məsafəni soruşur. Miqyasını düzsür həqiqi məsafə bölək xəritədəki məsafə. Miqyasımız var. Miqyasda avtomatik olaraq 5-0 silirik. Olur 444 km bərabərdir. Həqiqi məsafəmiz də var. 4440 kilometr bölək xəritədəki məsafə. Xəritədəki məsafəni tapan zaman 4440-ı bölməliyik 444-ə. O deyəcək 10. D variantı 4440-ı bölməliyik 444-ə. 10 santimetrə. Cavab D variantı. Növbəti suala baxaq. Ekvator üzərində yerləşən ekvator xəttini qeyd edək. A məntəqəsi 40 şərq uzunluğu, birincisi də qeyd edək. 40 şərq uzunluğunda qeyd edək. Deməli, məntəqə burada yerləşir. Deyir, B məntəqəsi ekvator üzərində yerləşən A məntəqəsi 40 şərq uzunluğunda. B məntəqəsi A-dan 5550 km qərbdə. Aha, B A-dan 5550 km qərbdə, yəni 270 dərəcə azimutda bu istiqamətdə yerləşir.
Biz bunu dərəcəyə çevirməliyik. Ekvator üzərində 1 dərəcəlik göz 111 kilometrə bərabərdir. 111 kilometrə. Biz dərəcə lazımdır bizə. Dərəcəmizi bilmirik. Dərəcəni buradan tapan zaman x bərabər 5550-ni bölməliyəm 111-ə. 5550-ni bölək 111-ə, o deyəcək 50 dərəcə. 40 şərq uzunluğundan 50 dərəcə qərbə doğru getsəm, gəlib çatıram 10 dərəcə qərb uzunluğuna. Deməli, 50 dərəcənin 0-a qədər 40-ını gəlirəm, onu isə digər yarımkürəyə keçir. Sonra C məntəqəsini soruşur. C məntəqəsi 30 km şərqdədir. Baxın, bu istiqamətdə yerləşir. Yenə ekvator boyu gedirəm. Ekvatorun 1 dərəcəlik ölçüsü 111 km-ə bərabərdir. 3330-u bölürəm 111-ə dərəcəni tapmaq üçün. O deyəcək 30 dərəcə. Digər C məntəqəsi isə 40 şərq uzunluğunun 30 dərəcə şərqdə. Yəni 70 dərəcə şərq uzunluğu. Məntəqələr oldu 10 qərb uzunluğu və 70 şərq uzunluğu. 10 qərb 70 şərq cavab E variantı. Növbəti suala baxaq. Demək, miqyasımız var. Avtomatik 5 sıfır silirəm. Olur 50. Xəritədə 2,5 dərəcə meridian göstərici isə santimetr olar. Xəritədəki məsafəni soruşur bizdən. 2,5 dərəcəlik meridian göstərici. 1 dərəcəlik meridian göstərici 111 kilometrdir. Biz buna həqiqi məsafəni tapa bilərik. 2,5 dərəcəlik meridian göstərici x kilometr olar. Buradan x ilə bərabər olar. 2,5-i vuraq 111-ə, o deyəcək 277,5. Demək, bu bizim həqiqi məsafəmiz. Miqyasımız da var. Miqyasın düsturu necə idi? Miqyas bərabər həqiqi məsafə bölək xəritədəki məsafə. Miqyasım var 50 kilometr, o da bərabərdir həqiqi məsafəmdə var 277,5. Bunu da bölən zaman, xəritədəki məsafəni tapan zaman xəritədəki məsafə bərabərdir 277,5-i bölməliyəm 50-yə. O da eləyəcək 5,55 sm. B variantı. Növbəti suala baxaq. Şimal tropiki ilə cənub tropiki arasında ən qısa məsafəni soruşur. Şimal tropikini qeyd edir 23,5-dən keçir. 23,5-dən keçir. Şimal enliyindən. Cənub tropikdə 23,5 cənub enliyindən keçir. Bunlar arasındakı ən qısa məsafəni soruşur. Bunlar arasında ən qısa məsafəni tapan zaman biz meridian boyu hərəkət etməliyik. Çünki 23,5 cənub tropikindən şimal tropikinə meridian boyunca hərəkət etməliyik. Meridianın 1 dərəcə ölçüsünü bilirik 211 kilometr. Dərəcə fərqini tapan zaman toplamalıyıq. Çünki fərqli yarımkürələrdə yerləşir. 23,5 47 dərəcə edir. Bunlarda x kilometr deyək. X də bərabərdir 5217 kilometr. 47-ni 111-ə vurur. A variantı. Şimal tropiki ilə şimal qütbü arası. Qeyd edim. Şimal tropiki 23,5, şimal qütbü arası 66,5-dən keçir. Şimal enliklərindən keçir. Ən qısa məsafə, bunlar arasındakı ən qısa məsafəni soruşur. Hər ikisi eyni yarımkürədir, yəni şimal yarımkürəsindədir. Çıxmaq lazımdır bir-birindən. Məntəqələr eyni yarımkürədə olan zaman bir-birindən çıxılır dərəcələri. O da bərabərdir 66,5-dən 23,5 43 dərəcə eləməlidir. Səhv etmirəmsə 15 çıxaq 23,5 bəli 43 dərəcə edir. Yenə meridian boyu gedirəm. Meridianın 1 dərəcəlik ölçüsü dəyişməz olaraq qalır. 1 dərəcəlik meridian ölçüsü 111 kilometrdir. 43 dərəcəli isə 43 dərəcə. Bunlar arasında 43 dərəcə fərq var. 43 dərəcədən bizə x kilometr. X də buradan bərabərdir. 43-ü vuraq deməli 111-ə 4770 o verəcək B variantı.
Və suala baxaq. Bunu mən kürə şəklində qeyd edim. 90 ekvator. Sonra Bakı şəhərinin koordinatlarını qeyd edək. Bakı şəhəri yerləşir 40 şimal. Dəqiqə. 40 şimal 50 dərəcə şərq uzunluğu. Digər məntəqə isə 130 qərbdə 55 dərəcə şimal enliyində yerləşir. Buradan da qeyd edək. 55 dərəcə şimal 130 qərb. Baxın, digər məntəqə isə burada yerləşir. Bakı şəhəri isə burada yerləşir. Bizə bunun arasındakı ən qısa məsafəni soruşur. Biz bunlar arasındakı paralel boyu gələ bilmərik. Biz bunlar arasında ancaq meridian boyu gedə bilərik. Yəni qütbü aşaraq. Bakı şəhəri baxın burada yerləşir. 40 dərəcəlik paraleldə. Qütbü aşaraq getsəm 130 qərbə. Demək 90-a qədər 50 dərəcə gəlmiş oluram. 55-ə qədər də 35 dərəcə. 35, 50, 85 dərəcə edəcək. 85 dərəcə. 85 dərəcə x kilometr. Meridian boyu da getdiyim üçün meridian boyu gedirəm. Meridian da bir dərəcə bölsü bərabər 110-ə. Bu da eləyəcək 9435. Sonra burada nə deyir? Müvafiq olaraq Bakı şəhərindən Bakı şəhərini yenə qeyd edək. Bakı şəhəri 40 dərəcə şimal enliyi və 50 dərəcə şərq uzunluğunda yerləşir. Buradan Bakı şəhəri yerləşir. Bakı şəhərindən 2560 km şərqdə, yəni buradan şərqdə. Biz şərqə 2560 km şərqdə yerləşən məntəqəyə getmək üçün paralel boyu, 40 dərəcəlik paralel boyu hərəkət edirəm. 40 dərəcəlik paralelin 1 dərəcəlik bölgüsü bərabərdir 85,4-də. Düzdürmü? Bizə dərəcəsi lazımdır bunun. X dərəcəm isə bərabərdir deməli neçəyə? 2562 km. 2 km. Bunu bölsəm demək 2562-ni bölək 85,4-də 30 dərəcə. X bərabər 30 dərəcə. Deməli 50 dərəcə şərq uzunluğundan 30 dərəcə şərqə getmişəm və çatmışam hara? 80 dərəcə şərq uzunluğuna. Sonra nədir? Biri oldu 80 şərq uzunluğu. Deyir ki, digər məntəqə isə 5124 km qərbdə. Bu səfər isə Bakıdan qərbdə yerləşir digər məntəqə. Yenə deməli 40 dərəcə paralel boyu gedirəm. 50 şərq uzunluğundan 5124 km qərbdə yerləşən məntəqəni tapmaq üçün yenə dərəcəni tapmalıyım. Bunu 5124-ü 5124-ü bölməliyəm 85,4-də 60 dərəcə. Deməli 50 şərq uzunluğundan digər məntəqə 60 qərbdə yerləşir. 50 dərəcə şərq uzunluğu 60 dərəcə qərbə getsəm, birin neçə qədər 50-sini 10 dərəcəm qalır, 10 dərəcə digər yarımkürəyə. Və yaxud da ki 50-dən 60 çıxaram, mənfi rəqəm alıram, digər yarımkürəni yaza bilərəm. Deməli 10 dərəcə qərb uzunluğuna çatıram. Deməli 10 dərəcə qərb uzunluğu Bakı şəhərindən 5124 km qərbdə yerləşir və yaxud da ki 60 dərəcə qərbdə yerləşir. Bu deyiləcək nə? 10 qərb, 80 şərq uzunluğu C variantı. Burada nə deyir? Ayısı 10 şimal şərq uzunluğundan 10 şimal Greenwich və
ekvatoru qeyd etdik. 10 şimalı qeyd etdik. 30 şərq uzunluğunu da qeyd edək. 0 dərəcə azimutla bax burada yerləşən məntəqədən 0 dərəcə azimut. 0 dərəcə azimut şimala doğru deməkdir. 3330 kilometr. Deməli, şimala doğru 3330 kilometr nə boyu getmişəm? Meridian boyu getmişəm. Meridian üzərində hərəkət eləmişəm. Meridianın bir dərəcə qövsü nəyə bərabərdir? 115 kilometrə. Bizə isə dərəcəsi lazımdır. 3330 kilometr şimalda yerləşir. 3330-u 111-ə bölən zaman 30 dərəcədir. Demək, bu məntəqə 0 dərəcə azimut hərəkət edən zaman 3330 kilometr və yaxud da ki 30 dərəcə şimala getmişəm. 10 şimal enliyindən 30 dərəcə şimala getsəm 40 dərəcə şimal enliyinə gəlib çatmış olaraq. Sonra deyirsiniz 90 dərəcə azimutla, baxın bura çatdıqdan sonra 90 dərəcə azimutla, yəni şərqə 1708 kilometr yol qət etdi. Şərqə doğru 1708. Burada isə artıq 40 dərəcəlik paralel boyu hərəkət etdi. Şərqə doğru. Deməli, 1708-i bölərəm. 1708-i bölərəm. 40 dərəcəlik paralelin 1 dərəcəlik qövsü nə qədərdir? 85,4. 20 dərəcə. 1708 kilometr və yaxud da ki 20 dərəcə şərqə getdi. 30 şərq uzunluğundan 20 dərəcə şərqə getsəm, gəlib çatıram 50 dərəcə şərq uzunluğuna. Deməli, bizdən coğrafi koordinatları soruşur. 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğu. Bakı şəhəridir bu. Gəlib Bakı şəhərini çatdırır. Sonra növbəti sual. 5 şimal 10 və 10 cənub enliyi arasında məsafə böyük miqyaslı qlobusun isə santimetr olar. Demək, böyük miqyaslı qlobusun 30 milyondur. 30 milyon. Sonra bizim miqyasımız var. Yəni qlobusun miqyası var. Bir də ki, bizdən xərtdəki məsafəni, qlobusdakı məsafəni soruşur. Biz ilk növbədə buradan həqiqi məsafəni tapa bilərik. Demək, 5 şimal enliyi, digər məntəqə yerləşir 10 cənub enliyi. Demək, hər ikisi fərqli yarımkürədə yerləşir. Bunun arasındakı məsafəni kilometrlə tapsam, bunun arasında dərəcə fərqli yarımkürədə olduğu üçün toplayıram və 15 dərəcə edir. 15 dərəcə edir. 15 dərəcəm x kilometr. 1 dərəcəm isə paralel boyu tapmalıyam bunun arasındakı kilometri eləyəcək 111 kilometr. Və meridian boyu tapmalıyam. Meridianın bir dərəcə qövsü 111 kilometr. 111-i vuraq 15-ə. 111-i vuraq 15-ə. 1665. Buradan x bərabərdir 1665 kilometr. Biz həqiqi məsafəmizi də tapdıq. Miqyasımız da var. Miqyası avtomatik olaraq izahlı miqyasa çevirib 5 dənə 0 silirik. Olur 300. Miqyasın düsturu necə idi? Miqyas bərabərdir həqiqi məsafə bölək xərtdəki məsafə. Miqyas var 300. Həqiqi məsafə var 1665. 1665 bölək xərtdəki məsafə. Xərtdəki məsafə bərabərdir 1665 bölək 300-ə. Demək, bölsəm bunda 300-ə edəcək 5,55. 5,55 D variantı. Digər deyir 20 şərq uzunluğu əks meridianı müəyyən edin. Biz bilirik ki, meridianlar 0 və 180 arasında dəyişir. Düzdürmü? Bu Greenwich xəttidir. Bu isə 180 dərəcəlik meridian. Bu ikisi eyni meridiandır. Sadəcə əks yarımkürədə olduğu üçün bilinsin deyə belə çəkdim. Fikir versəniz, deməli Greenwichdən şərqə doğru 0-dan 180-ə qədər şərq yarımkürəsidir. Bu tərəf isə 0-dan 180-ə qədər qərb yarımkürəsidir. Şərq,
qərb. Gördüyümüz kimi Greenwich-lə bu 180 dərəcəlik meridian Greenwich-in əksində olan meridiandır. Dəqiqə bu kürə şəklində qeyd edirəm. Baxın, bu deyək ki, Greenwich-dir, bu isə 180-dir. 180 Greenwich-in əks meridianıdır. Biz dedik ki, meridianlar yarım çevrələrdir. Əgər Greenwich 0-dırsa, onun əksi olacaq 180. Çünki meridianlar 0-180 arasında dəyişir. Gördüyümüz kimi meridianlar arasında bir-birində əks olan meridianlar arasında 180 dərəcə fərq var. Bizə nə deyir ki, 20 şərq uzunluğu. 20 şərq uzunluğunu qeyd edək bura. Bunun əks meridianını soruşur. Bunun əks meridianı tapmaq üçün əks meridianlar arasında bir-biri 180 dərəcə fərq olmalıdır. 180-dən mən 20 çıxsam, eləcəkdir 160 qərb uzunluğu. Gördüyümüz kimi yenə bunlar arasındakı fərq oldu 180 dərəcə. Çünki fərqi yarımşarədir, toplayanda 180 edir. Əgər bir meridianın əksini soruşursa, 180-dən çıxmaq lazımdır. Bu qədər sadə. Bu derəcə 160 qərb.